Sizlə 3 dənə qrammatik məna növündə olan feilləri keçdik. Məlum, məchul və qayıdış növü. Bugün keçirik şəxsiz növü, icbar növü və qarşılıq birgəlik növü. Başlayaq şəxsiz növdən. Şəxsiz növün şəkilçisi ıl, ın, 4 variantdır. Düzdürmü? Oxşayır nəyə? Qayıdışla məchula. Bəs müəllim, bunların yenə hamısı şəkilçisi eynidir. Bunları bir-birindən necə fərqləndirəcək? Özünə məxsus yolları var. Ona görə diqqətlə qulaq asın. Deməli, uşaqlar, şəxsiz növ feillərin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu cümlədə mübtəda olmur. Subyekt demirəm, ha. Mübtəda deyirəm. Mübtəda olmur və ağla gəlmir. Nə deməkdir? O deməkdir ki, şəxsiz növ feillərdə əgər gedib şəxsiz növ feillər cümlənin xəbəri vəzifəsinə çıxış edirlərsə, bu cümlədə heç vaxt mübtəda ola bilməz və heç ağla da gələ bilməz. Məsəl üçün, məlum növ feillərdə mübtəda ya olmalıydı, ya da biz mən, sən, biz, siz onlarla bərpa edirdik. Məchul növ feildə obyekt mübtəda rolunda çıxış edirdi. Məsəl üçün, məktub yazıldı, qablar yuyuldu, mübtəda var idi. Amma obyekt gedib mübtəda olurdu. Qayıdış növdə subyektlə obyekt ikisi birləşib mübtəda vəzifəsinə çıxış edirdilər. Məsəl üçün, deyirdik ki, duman çəkildi. Duman burada mübtədadır. Həm də subyekt və obyekt rolunda çıxış edirdi. Şəxsiz növ feillərdə isə, yəni daha doğrusu şəxsiz növ feillərin xəbər olduğu cümlədə isə ümumən mübtəda olmur, heç quraşdırmaq da mümkün deyil. Məsələn, şəxsiz növ feilləri kitabınızda cədvəldə veribdir. Mən məsləhət görürəm ki, onları əzbərləyəsiniz. Orada var, yoxlanıldı, sonra baxıldı, hörmət olunmaq, təsadüf edilmək, söz verilmək və s. kimi feillərimiz şəxsiz növdə olan feillərdir. Gəl bunları cümlədə işlədək və dediyimiz qaydanı görək bu cümlələrdə nə dərəcədə işləyəcək. Gəl baxaq. Məsələn, deyirəm ki, iclasda ona söz verildi. Bax, söz verildi cümlədə şəxsiz feildir və cümlənin xəbəridir. Söz verildi kimə, ona, harda, iclasda. Bu cümlədə mübtəda yoxdur. İstəsən də qoya bilmərsən. Mən iclasda ona söz verildi. Sən iclasda ona söz verildi. O iclasda ona söz verildi. Biz iclasda ona söz görsən uyğunlaşmır. Bu cümlələrə mübtəda artırmaq mümkün deyil. Və yaxud bizim kənddə bənövşəyə qışda təsadüf edilir. Qulaq. Təsadüf edilir. Nəyə? Bənövşəyə. Nə zaman? Qışda. Harda? Kənddə. Hansı kənddə? Bizim kənddə. Qulaq. Burada mübtəda var? Yoxdur. İstəsən də qoya bilmərsən. Bizim orada təyindir. Mən bizim kənddə bənövşəyə qışda təsadüf edilir. Sən bizim kənddə bənövşəyə qışda təsadüf edilir. Görsənmi? Bu cümlələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, bunlarda mübtəda yoxdur. Heç vaxt da olmur. Bərpa da eləmək mümkün deyil. Mübtəda yoxdur. Və bərpa olunmur. Məlumda da, məhsulda da, qayıdışda da hamısında mübtəda var idi. Bunun onlardan ən böyük fərqi odur ki, burada mübtəda yoxdur və bərpa eləməkdə olmur. Şəxsiz növ feilləri kitabda yazılmayan bir dənə qayda ilə məhsul növdən çox asanlıqla ayırmaq olur. Məhsul növündə şəkilçisi məhsulun da şəkilçisi ındır, düzdür? Şəxsin də şəkilçisi ındır.
Bu birinci qaydaydı. Cümləyə mübtəda əlavə eləmək. Niyə yazmır bilmirəm. Il 4 variant, ın 4 variant. Deməli, cümləyə mübtəda əlavə eləmək sənin birinci yolundur. Cümlədə mübtəda varsa olur məhsul, yoxdursa olur şəxssiz. İndi ikinci yoldan danışırıq. Məsəl üçün, məhsul bir dənə feil yazaq. Tutalım, yazıldı. Məktub yazıldı. Və yaxud oxundu. Bu da məhsul növdür. Və yaxud başqa nə deyə bilərik? Suvarıldı. Məhsul növ, uşaqlar, bu kitabda yoxdur. Bir dəfə başa düşsəz, asandır əslində. Məhsul növün ın şəkilçilərindən sözü bir dənə xətt çəkirik. Oxu, oxundu. Suvar, suvarıldı. Şəkilçiyə qədər hissəni ayırırıq. Bax, şəkilçi ıl deyil. Şəkilçiyə qədərki hissədən bir xətt çəkirəm. Ayırıram, fərqi yoxdur. Necə elirsə eləyin. Oxu, suvar. Bu şəkilçini sözə qədər, daha doğrusu şəkilçiyə qədər sözü ayıranda həmin hissə nəyi sualına cavab verir. Məsəl üçün, yaz. Adama deyərlər nəyi? Desəm ki, ay Hüseyin, dur yaz, deyəsəm nəyi ay müəllim? Elə. Deyəcəm, ayla oxu. Deyəcək, nəyi ay müəllim? Deyəcəm, su var. Deyəcək, nəyi su varım? Nəyə su töküm? Düzdür. Nəyi əgər məhsul növün ın şəkilçisinə qədərki hissəni ayırsaq, ora nəyi sualına cavab verəcək? Şəxsiz növə ayırsaq, nəyi sualından başqa istənilən suala cavab verə bilər. Nəyiyə cavab verməyəcək. Məsəl üçün, xəstəyə yaxşı baxılır. Xəstəyə yaxşı baxılır, bu şəxsiz növdə olan feildir. Şəkilçi hardadır? Il. Bunu ayırdım. Ortada nə qaldı? Bax. Bax sualına deyəcəm Hüseyin, bax. Deyirsən, nəyə baxım? Nəyi demirsən, görürsən? Deyirsən, nəyə baxım? Ya da kimə baxım? Düzdür, nəyə sualı çıxdı. Sonra deyirəm ki, hörmət edilmək. Hörmət edilmək də şeydir, məhsul növdür. Hörmət edilmək. Hörmət edilmək. Bax, hörmət edilməyin şəkilçisi hardadır? Il. Buradadır elə. Burada bir xətt çəkirəm. Qalır hörmət et. Hörmət et. Nə deyəsən? Kimə? Nəyə? Görsən, yenə kimə sualı çıxdı. Yadımızda saxlayırıq ki, məhsulla şəxsizi ayırmağın ən asan yolu şəkilçiyə qədərki olan hissiyə sual verməkdir. Şəkilçiyə qədərki hissə nəyi sualına cavab verirsə, Hüseyin, nəyi sualına cavab verirsə, məhsul növdür. Nəyidən başqa hər hansısa bir suala cavab verirsə, olur, nə? Şəxsiz növ. Başa düşdük? Və yaxud da söz verilmək. Deyirəm ki, iclasda ona söz verildi, bayaqki cümlə. Ona söz verildi. Bax, şəkilçi budur elə, il. Bura qədər ayırıram. Söz ver. Deyirsən, kimə? Kimə söz verim? Düzdür. Və yaxud da söz ver. Deyirsən, nə üçün söz verim? Görsən, nəyi sualı çıxmır. Ona görə də söz vermək nədir? Şəxsiz növdədir. Və yaxud da deyirəm ki, açıldı. Pəncərə açıldı. Bunun ıl şəkilçisini ayırıram. Aç sözü qalır da, düzdür. Aç. Nəyi? Görsən, burada nəyi sualı çıxdı? Deməli, bu nədir? Məhsuldur. Deməli, uşaqlar, məhsulun ıl-ınını şəxsizin ıl-ın şəkilçisindən ayırmağın ən asan yolu şəkilçiyə qədər olan hissiyə sual verməkdir. Şəkilçiyə qədərki hissə nəyi sualına cavab versə, burada yazıram. Şəkilçiyə qədərki hissə. Şəkilçiyə qədərki hissə. Qədərki hissə. Əgər nəyi sualına cavab verirsə, məhsul növdədir. Kimə sualına cavab verirsə və yaxud da nəyə sualına, nə et sualına cavab verirsə, şəxsiz növdədir. Məsəl üçün deyirəm ki, bayramda qurbanlar kəsdirildi. Hansı növdədir? Kəsdirildi. Kəsdir. Nəyi? Deməli, məhsuldur. Və yaxud da deyirəm ki, bu sözlər sinifdə danışıldı iclasda. Il şəkilçisini ayırıram. Danış. Nəyi? Deməli, nəyi sual çıxırsa, yenə hansı növdür? Məhsul növdür. Başa düşdük, nə deyirəm? Bu məhsulla şəxsizin əsas fərqi. Məhsulla şəxsizi necə fərqləndirdik? Şəkilçiyə qədər hissiyə sual verdik. Nəyi sualına cavab verirsə, məhsul növdür. Nəyidən başqa hər hansısa bir suala cavab verirsə, nə növüdür? Şəxsiz növdür. Qalanlar asan uşaqlar. İcbar növ. İcbar növ.
İcbar növün şəkilçiləri T4 T təkcə, bir də DR4 variantdır. T və DR4 variant icbar növün şəkilçiləridir. İcbar növün əsas xüsusiyyəti odur ki, birinci subyekt işi özü icra etmir. İşi özü yox, başqasına elətdirir, başqasına gördürür. Deməli, şəkilçilərimiz nədir? T-la D4 variant və xüsusiyyət nədir? Birinci subyekt işi özü yox, başqasına görsün. Məsəl üçün, uşaqlar, kəsmək deyəndə işi mən icra edirəm. Bu məlum növdədir. Kəsmək. Mən çörəyi kəsdim. Nəyə kəsdim. Amma kəsdirmək deyir, atam bayramda qurban kəsdirdi. Qurban kəsdirdi deyəndə özü kəsməyib onu. Kiməsə kəsdiribdir. Deməli, bu nədir? İcbardır. Şəkilçisinə bax. Kəsdirmək. Sonra deyirəm ki, məsələn, həyətdə qonşumuz quyu qazdırdı. Qazdırdı. Qonşumuz özü qazmayıb. Usta gətirib qazdırıb. Ustaya qazdırıb. Qazdırdı. Şəkilçini gördük və hərəkəti də başqasına icra olunduğunu başa düşdük. Deməli, bu nədir? İcbardır. Və yaxud da deyirəm ki, o ağacdakı meyvələri küçədəki uşaqlara yığdırdı. Yığ sözün kökü dırdı. Aydındır. Yığdırdı nədir? İcbar. Və yaxud da müəllim əsəri üzdən oxutdu. Tın da yazaq da elə dır yazırıq. Oxutdu. Müəllim oxudanda özü oxumur. Uşaqları oxudur, şagirdləri oxudur. Bu zaman hərəkəti özü yox, başqa bir subyekt icra etmiş olur. Və hansı növ əmələ gətirir? İcbar növ əmələ gətirir. Oxudu da yenə hansı növdür uşaqlar? İcbar növdür. Və yaxud da deyirəm ki, nə deyək? Apartdırdı, yox, qopartdı. Qopartdı olmaz. Məsəl üçün deyirəm ki, o nəyi sıxdırdı? O boşalmış. O boşalan nəyi? Boşalan pərdələri yenidən asılqana taxdırdı. Boşalan deməyək də, çıxan deyək. Çıxan o pərdələr olur, belə qollarından. Çıxan pərdələri yenidən asılqana taxdırdı. Taxdırdı o deməkdir ki, özü çıxıb taxmayıb. Elə olsa deyərdik ki, özü taxıb. Taxdırdı deyiriksə, deməli kimsə eləyib də. Nədir? İcbardır. Bəzən olacaq ki, uşaqlar dır şəkilçisindən t şəkilçisini söz qəbul eləyəcək, amma məna vermədiyinə görə biz onu məlum növ götürərik. Yəni, hərəkəti özü icra elədiyinə görə. Məsəl üçün deyirəm ki, mən işığı söndürdüm. Fikir ver. Mən işığı söndürdüm deyəndə burada dırdı şəkilçisi var. Mən razıyam sizdən. Söndürdüm. Düzdür, var. Amma işığı söndürməyə mən özüm qalxıb gedib eləmişəm. Kiməsə elətdirməmişəm. Deməli, bu nədir? Məlumdur. Çünki hərəkəti mən özüm eləmişəm. Dırdı şəkilçisi olsa belə, hərəkəti özüm icra eləyirəmsə, başqa heç kimə demirəmsə, bu məlum növdədir. Və yaxud da tonqalı yandırdım. Yenə dır şəkilçisi var, amma hərəkəti kim eləyib? Mən. Düzdür, hərəkəti mən eləmişəm deyə tonqalı yandırdım, işığı yandırdım və yaxud da işığı söndürdüm. Nədir? Məlum növdədir. Səbəb nədir? Çünki icbar növü onu tələb eləyir ki, hərəkəti, işin icrasını başqası eləsin. Əgər özümüz eləyiriksə, deməli bu halda məlum növə keçir. Sonra deyirəm ki, uşaqlar, oxutduma təzdən qayda. Deyirəm ki, müəllim əsəri üzdən oxutdu. Bir də deyirəm ki, ana Birzə oğlunu güc ilə oxutdu. Nə mənada? Universitetdə oxutmaq mənasında. Güc ilə oxutdu. İndi qulağınız. Müəllim əsəri üzdən oxutdu deyəndə özüm oxuyub işi. Xeyr, özü oxumayıb. Deməli, bu icbardır.
Amma ana bircə oğlunu güclə universitetdə oxutdu, ali məktəbdə oxutdu deyəndə, ana özü oxudu be uşağını. Pulu veribdi, uşaq gedib oxuyubdu. Amma oxutmaq işini kim eləyib? Anası eləyib. Uşaq oxumaq işini eləsə də, oxutmaq işini, yəni deyirəm mən uşağı universitetdə oxuduram. Yəni onu nə deməkdir? Pulunu mən verirəm də. Düzdür? Ana bircə oğlunu güclə oxutdu deyəndə anası oxudu be uşağı. Deməli burada nədir? Məlum növdür. Üzdən oxutmaq mənasını daşıyanda icbar götürürük. Universitetdə oxutmaq mənası daşıyanda məlum götürürük. Diqqətli ol. Eyni feili iki növ götürməyimiz mümkündür. Biz bunu məhsul və qayıdış növlərdə də keçmişik. Feilin mənası dəyişəndə, cümlənin mənası dəyişəndə qrammatik məna növdə dəyişə bilər. Əgər oxutmaq feili universitetdə oxutmaq mənasını daşıyırsa məlumdur. Üzündən oxutmaq mənasını daşıyırsa icbardır. Bu da bizim nəyimiz? Məsəl üçün deyirəm ki, birində yazaq. Sinifdəki uşaqları güldürdüm. Hansı növdədir? Məlum yoxsa icbar? Bəli, məlumdur. Sinifdəki uşaqları güldürdüm deyəndə zarafatı mən eləmişəm. Mən güldürmüşəm onları. Deməli bu nədir? Məlum növdür. Dırdir olsa belə məna uyğun gəlmirsə, məlum növə biz ötürürük gedir. Başa düşdük? Bu da oldu icbar. Gəldi axırıncı növ, qarşılıq birgəlik. Qarşılıq birgəlik növ. Qarşılıq birgəlik növ hərəkətin, işin ya qarşı-qarşıya, ya hamısının birlikdə icra olunduğunu bildirir. Şəkilçisi isə 4 variantdır. Deməli, hərəkət ya qarşı-qarşıya, ya birgə şəkildə icra olunur. Feilin kökünə və ya başlanğıc formasına şəkilçisi əlavə etməklə əmələ gəlir. Məsəl üçün deyirəm, əskərlər səhərə qədər atışdılar. Yəni, bu tərəf atıb. Düşmən də bunlara tərəf atıb. Hərəkət necə icra oldu? Qarşı-qarşıya. Səhərə qədər atışdılar. Və yaxud da dostlar məktəbdə görüşdülər. Görməkdən atışdılar. Görüşdülərdə sözün kökü nədir? Görüşdülər. Gör sözün köküdür, şəkilçidir, keçmiş zamandırlarda şəh şəkilçidir burada. Qulaq as, görüşdülər deyəndə hərəkət sən mən görmüsən, mən səni görmüşəm, biz görüşmüşük, düzdür? Və yaxud da salamlaşdılar. Sən mənə salam vermirsən, mən sənə salam vermişəm. Biz salamlaşmışıq, hərəkət necə icra olunur? Qarşı-qarşıya, şıya bax. Sonra və yaxud da qucaqlaşdılar. Qucaqlaşdılar. Bir nəfər birini qucaqlayıb, o birini qucaqlayıb və qucaqlaşıblar. İş necə icra olunur? Qarşı-qarşıya. Deməli, bu nədir uşaqlar? İcra, birlikdə, qarşı-qarşıya icra olunmuş feil. Birlikdə icra olunan feillərə baxaq. Deyirəm ki, sinifdəki uşaqlar gülüşdülər. Yəni, hamısı birlikdə nəyəsə gülüblər də, düzdür? Gülmə sözün kökü, şəkilçi, düdə keçmiş zaman şəkilçi. Hərəkət necə icra olunur? Birgə və yaxud ağlaşdılar. Ağlaşdılar və yaxud itlər hürüşdülər. Bu da birgəlik növü göstərir. Yəni, hürüşdü. Qarşılıq birgəlik növdə hərəkətin icrası üçün ən azı 2 subyekt olmalıdır. Axı, hərəkət qarşı-qarşıya icra olunsa 2 nəfər tərəfindən icra olunmalıdır. Birgə olmağımız üçün də ən azı 2 nəfər olmalıyıq da. Tək olsaq tək olarıq. Düzdür? Qarşılıq birgəlik növdə hərəkətin icrası üçün ən azı 2 subyekt lazımdır. Burada da elə feillər var ki, icbar növdəki kimi şəkilçi qəbul etsə də məzmun cəhətdən uyğun gəlmədiyinə görə biz onu məlum növ götürürük. Bu 3 dənə feildir. Gəzişmək, bir dəfəlik yadında saxla getsin. Gəzişmək, qızışmaq və bürüşmək.
Bu 3 dənə feil uşaqlar məlum növdədir. Bir dəfəlik yadınıza bir tərəfə yazın. Qızışmaq, gəzişmək, bürüşmək sözləri məlum növdədir. Niyə? Çünki bu hərəkət tək də icra oluna bilir. Biz dedik ki, qarşılıq birgəlik növ tək icra oluna bilməz. Ən azı 2 subyekt lazımdır. Amma gəzişmək, qızışmaq, bürüşmək feilləri tək də icra olunduğuna görə məlum növdədir. Məsəl üçün, mən dərslərimdən sonra məktəbin həyətində biraz gəzişdim. Sən tək də gəzişə bilərsən. Heç kimə də ehtiyacın yoxdur. Qızışmaq. Deyirsən ki, mən ocağın kənarında durub biraz əllərimi qızışdırdım və qızışdım. İstiləndim mənasında. Tək də eləyə bilirsən. Deyirsən, ağacsdakı meyvə. Ağacda tək qalan meyvə bürüşmüşdür. Tək qalıb bürüşə bilər də. Məcbur deyil ki, ağacsdakı bütün meyvələr bürüşsün. Deməli, gəzişmək, qızışmaq, bürüşmək feilləri tək də icra oluna bilən hərəkət olduğuna görə qarşılıq birgəlik yox, məlum növ sayılır. Bu da feilin qrammatik məna növləri. Son olaraq, feilin hansı qrammatik məna istənilən bir feilin, bax bunun burası əsas məsələdir, yadınızda saxlayırıq. İstənilən bir feilin hansı qrammatik məna növündə olduğuna görə tapmaq üçün 3 dənə mərhələdən keçirtmək lazımdır. Bu 3 dənə mərhələdən birindən keçirtməsə səhv olacaq. İstənilən bir feilin məna növünü tapmaq üçün 3 dənə şey eləmək lazımdır. Və bu addımların yerini dəyişmək olmaz, tapmaq üçün. Nə etmək lazımdır deyirəm. Əvvəlcə, feilin nədən yarandığına baxmalısın. Mən dedim ki, adlardan yaranan feillər həmişə məlum növdədir. Yəni, feildən yaranmayan feil həmişə məlum növdədir. Deməli, feilin hansı nitq hissəsindən yarandığına baxmaq lazımdır. Mütləq. Birinci addımın bu olmalıdır. Feil hansı nitq hissəsindən yaranır? Bəlkə heç feildən yaranmayı verəsən birbaşa məlum deyəsən. Şəkilçi olsa da, hissəsindən yarandığına baxmaq lazımdır. Yarandığına. İkinci addım, tutalım ki, feil feildən yaranır. Feil feildən yaranırsa, onda şəkilçisinə baxasan. İkinci addımda. Şəkilçisinə baxasan ki, ışdı, dırdı, ıldı, ındı. Bir müəyyənləşdirmək lazımdır da, hansı qrammatik məna növün şəkilçisidir. İkincisi, şəkilçisinə bax. Şəkilçisi eyni olan qrammatik məna növlərimiz də var da. Məsəl üçün, məhsul, qayıdış, bir də şəxsiz. Məhsul qayıdış şəxsiz, üçü də ıldır. Şəkilçisinə baxdın, gördün, ıl şəkilçisi çıxdı da, tutalım. Il şəkilçisi çıxdı, onda da mənaya baxasın. Görəsən ki, feil hansı mənanı verir? Mənaya da baxandan sonra sən biləsən ki, məhsuldur, qayıdışdır, yoxsa şəxsizdir. Mənaya bax. Deməli, uşaqlar, feilin hansı iki hissəsindən yarandığına baxmaq lazımdır birinci. İkincisi, şəkilçisinə baxmağa, üçüncüsü də mənasına baxmaq lazımdır. İstənilən bir feil deyin. Məsəl üçün, maşın yudurdu. Maşın yudurduldu. Biraz qəribə feil oldu. Yudurtmaq, yumaq, yudurmaq, yudurtmaq, yudurdulmaq. Hansı feildir? Gəl birinci baxırıq. Hansı iki hissəsindən yarandığını. Axırıncı leksika atıram, əlimdə feil qaldı. Düzdürmü? Şəkilçisinə baxıram. Dır şəkilçisi var. Yudur, yudurt. Burada da tığ şəkilçisi var. Şəkilçisinə baxdım, dır və tığ şəkilçisi icbar. Tərkib. Məsəl üçün, deyirəm ki, sinif təmizləndi. Sinif təmizləndi. Sözün kökü təmiz sifəti, təmizlə, təmizləndi. Nədən yarandığına baxıram. Axırıncı leksika atıram. Nədən yaranır? Feildən. Feildən yaranırsa, indi şəkilçisinə baxıram. Baxıram ki, mənim öyrəndiyim şəkilçilərdən burada n var, təmizləndi. Bu, icbar nədir? Şəxsiz də ola bilər, qayıdış da ola bilər və məhsul da ola bilər. Tez fikirləşirəm. Sinif təmizləndi. Sinif öz-özünə təmizlənə bilməz. Kimsə təmizləyir, amma mən onu bilmirəm. Deməli, məhsuldur. Və məhsul növü şəkilçisindən qədərki hissə hansı suala cavab verir? Təmizlə. Nəyi? Gördün, şəkilçiyə qədərki hissədə nəyi sualına cavab verir? Və yaxud da deyirəm ki, nə deyək? Deyirəm ki, onlar bağlarındakı meyvəni yığdırdılar. Bağlarındakı meyvəni yığdırdılar. Yığ sözün kökü, dır şəkilçi, dığlar. Enimlə bax. Baxıram nədən yarandığına. Feildən yaranır. Birinci addım. Feilin hansı iki hissəsindən yarandığına baxırıq. Feildən yaranır. Problem yox. Şəkilçinə baxıram. Dır. Sonra mənasına baxıram. Yığdırdanda özünə mi yığdırır, yoxsa başqasına mı? Başqasına deməli, icbar. Başa düşdük. Çətindir. Məncə yox.